Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Hədəfin canlı efirində xoş gördük sizləri. Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib, sosial ünsiyyət, elm və təhsilin inkişafında yeni imkanların açılmasına baxmayaraq, amma istər şəxsi həyatımıza müdaxilə, istərsə də digər məsələlərdə təhlükəsizliklə bağlı müəyyən suallar da doğurur və ona görə də beynəlxalq təcrübədə xüsusilə də uşaqların psixoloji, ideoloji təsirlərə məruz qalmaması məqsədi ilə rəqəmsal texnologiyaların hüquqi addımlarla idarə olunması ilə bağlı qərarlar qəbul edilib və Azərbaycan da elə bu təcrübədən yararlanaraq, beynəlxalq təcrübədən yararlanaraq hüquqi tənzimləməyə qədəm qoyub və Milli Məclisdə 3-cü oxunuşdan sonra rəqəmsal texnologiyalardan istifadə ilə bağlı, xüsusilə uşaqların istifadəsi ilə bağlı yeni qanunvericilik hazırlanıb və 3-cü oxunuşda qəbul olunub. Və bu qanunvericilik özündə hansı maddələri ehtiva edir, müzakirə edəcək və daha bir mövzumuz isə sözsüz ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistana, daha doğrusu Rusiyaya səfəridir və bu səfər hazırki geosiyasi reallıqlar çərçivəsində hansı məqsədlə edilib, xüsusilə də nəzərə alsaq ki, elə bu günlərdə Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen'in səfərindən sonra Ermənistanla Qərb arasında da yeni bir imkanlar açılıb və bax bu addımlardan sonra Paşinyanın Rusiya səfəri hansı məqsədlərə xidmət edir? Bax bu suallara studiya qonaqlarımızdan cavab tapmağa çalışacaq. Odur ki, diqqətiniz bizdə olsun. Bugünkü qonaqlarımız Milli Məclisin deputatı Elçin Mirzəbəyli. Xoş gəlmişsiniz Elçin müəllim, salamlayırıq sizi. Milli Məclisin digər üzvü Sevil Mikaylova, sizi də salamlayıram, xoş gəlmişsiniz və Elçin Aloğlu, Trend İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi, sizi də salamlayıram Elçin müəllim, xoş gəlmişsiniz. Və Sevil xanım, elə istərdim sizdən başlayaq. Bax, bugün deməli Milli Məclisin atdığı addım hansı zərurətdən doğurur? Çünki uzun müddət idi ki, istər uşaqlar, istər ümumiyyətlə Azərbaycan rəqəmsal texnologiyalara açıq bir ölkə kimi, bax, uşaqlar sərbəst şəkildə, müstəqil şəkildə istifadə edirdilər. Amma indi hüquqi tənzimləməyə qədəm qoyması hansı zərurətdən doğurdu? İlk növbədə söyləmək istəyirəm ki, informasiya texnologiyalarının inkişafı həqiqətən də bir çox yeniliklərlə həyatımızı asanlaşdırdı, yeniliklər gətirdi. Amma eyni zamanda bu texnologiyaların tətbiqi ilə biz bəlkə də əvvəlcədən proqnozlaşdırmadığımız, gözləmədiyimiz də təhlükələrin get-gedə artdığını gördük. O ki, qaldı uşaqların sosial şəbəkələrdən istifadə məsələsində Milli Məclisin qəbul etdiyi qanuna dəyişiklik, yəni informasiyanın təhlükəsizliyi və informasiyalaşdırma qanununa edilmiş dəyişiklik. Düşünürəm ki, bu zamanın tələbidir və bu bir sosial sifariş kimi artıq çıxış etdi. Və təkcə Azərbaycanda yox. Uşaqlar hər bir dövlətin sərvətidir və onları qorumaq dövlətin və mən deyərdim ki, cəmiyyətin hər bir vətəndaşının, yəni yaşca böyük olan, 18-dən yuxarı olan vətəndaşının da eyni zamanda bir mənəvi məsuliyyətidir. Və məhz bu prizmadan yanaşanda biz uşaqların təhlükələrlə üz-üzə qaldığı bir məkanda qanunsuzluğun hökm sürməsi və onun yaratdığı fəsadların artıq nə dərəcədə dözülməz olduğunu gördük. Və bu təkcə Azərbaycanda baş verir mi? Təbii ki, yox. Bu bütün dünyada baş verir və ilk dəfə 2024-cü ildə Avstraliyada belə bir Online Safety Act deyilən qanun qəbul olundu. Bu, onlayn təhlükəsizlik aktıdır. Və bu akta uyğun olaraq da onlar artıq müxtəlif segmentlərdə öz təhlükəsizlik tədbirlərini sırf qanunvericilik baxımından həyata keçirməyə başlarlar. Və gördükləri ilk işlərdən biri də məhz 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdə özlərinə akkaunt yaratmasının yasaqlanması idi. Və bu hansı zərurətdən doğurdu? Niyə görə uşaqlara bu icazə verilmirdi? Ayrı yollar yoxdurmu? Ayrı həllərin tapılması mümkün deyildimi? Aparılan böyük tədqiqatlar həm Birləşmiş Millətlər Təşkilatı tərəfindən, həm UNICEF tərəfindən, onun strukturu tərəfindən, eyni zamanda digər aidiyyatı olan institutların da gəldiyi qənaət ondan ibarətdir ki, indiki halda çox vacibdir ki, artıq milli qanunvericilik səviyyəsində məhz 16 yaşına qədər olan uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyursun. Bu niyə görə çox vacibdir? Əvvələn uşaqların fiziki sağlamlığı
sağlamlığına çox ciddi şəkildə təsir göstərməyə başladı. Və burada artıq biz onurğa sütunu, görmə qabiliyyəti, uşaqların psixi durumuna təsirlərin olması və s. bu kimi təhlükələrin yaranmasını şahidi olduq ki, bunlar da əslində, yəni, bəlkə bugün biz buna adi, gündəlik problem kimi baxa bilərik ki, amma 10 illiklərdən sonra bu artıq bir cəmiyyətin, dövlətin probleminə çevriləcəkdir və çox böyük bir, belə deyək, yenə də söyləmək istəyirəm ki, bəlkə də bizim təsəvvürümüzə gətirilməyəcək dərəcədə bir problemlə üzləşdirəcəkdir bizi. İkinci məsələ uşaqların təhsili ilə bağlı idi. Kifayət qədər çox vaxtını sosial şəbəkələrə xərcləyən uşaqların təhsilə, elmə olan vaxtı daralırdı. Və bu disbalans özü-özlüyündə əlbəttə ki, elmin və elmi inkişafın dayaqlarını zəiflədirdirmi? Təbii ki, zəiflədirdi. Və ona görə də bu yasaqlanma Avstraliyada məhz bu zərurətdən doğmuşdu. Digər bir məsələ isə və düşünürəm ki, çox həqiqətən də bütün dünyanı lərzəyə salan uşaqların artıq ideoloji baxımdan manipulyasiya olunması, onların birbaşa olaraq uşaq psixologiyasına təsirlərin edilməsi və onların bir alətə çevrilməsi idi sosial şəbəkələrdə. Və biz artıq müxtəlif oyunların burada yaradılması və uşaqların cəlb edilməsi, eyni zamanda uşaqların körpə ideologiyasından istifadə edilərək onların müxtəlif kibir cinayətlərə deməli, təşviq olunması və s. Yəni, bu kimi hallar artıq belə bir zərurəti ortaya qoydu. Bəli, əlbəttə ki, sual verilə bilər ki, niyə görə bu məhdudiyyətlər uşaqların istifadəsi ilə bağlı qəbul olunur, amma bu təhlükəli platformaları təklif edən platformalar üçün müəyyənləşdirilmir. Biz qəbul etdiyimiz qanunda əslində biz məsuliyyəti tam şəkildə platformaların üzərinə qoyuruq, provayderlərin üzərinə qoyuruq. Amma hazırki məqamda bunu da biz etiraf etməliyik ki, bu elə Avstraliyanın özündə də problem yaratdı. Qanunun əslində effektivliyinin aşağı salan məqamlardan birinə çevrildi. Amma mən düşünürəm ki, aparılan tədqiqatlarda üzə çıxan digər bir məqam çox maraqlı idi və valideynlərin gəldikləri qənaət ondan ibarətdir ki, mütləq şəkildə bu məhdudiyyətlər olmalıdır və bütün dünyada həm Birləşmiş Krallıqlarda, həm Danimarkada bu artıq tələb kimi ortaya qoyulur və ictimai bir tələb kimi ortaya çıxıbdır. Eyni zamanda Norveçdə bu günləri və Avropa Birliyi von der Leyen bununla bağlı 3-4 gün bundan əvvəl bu təkliflə çıxış edibdir. Dünyanın müxtəlif nöqtələrində artıq bu zərurətin ortaya qoyulmasında belə bir arqumentlə çıxış etdilər ki, biz trilyonlarla kapitalı olan platformalara təzyiq göstərə bilmirik və onlara söyləyə bilmirik ki, öz platformanda yeniliklər ilə və uşaqları zərərli informasiyalardan qorunmasını həyata keçir. Xətrinizdə isə mən bir haşiyə çıxıb söyləmək istəyirəm ki, Zuckerberg o zaman Meta'nın rəhbərini hətta konqresə dəvət etmişlər və onu çox ciddi şəkildə orada tənqid etdilər və böyük məbləğdə ona cərimələr də hətta göndərdilər. Amma bu məsələnin həll yoludurmu, həll yolu deyil. Madəm ki, biz bu yolla hələlik onun həllinə nail olmamışıq və düşünürəm ki, bu da növbəti addım olacaqdır. Ümumilikdə, əgər dünyada, qlobal məkanda belə bir həmrəylik formalaşdıra bilsək, növbəti addım da artıq həmin provayderların özünün məsuliyyətini qaldırmaq və söylədiyim ki, bizim milli qanunvericilik səviyyəsində artıq öz təsbitini tapıbdır və onlardan tələb etmemiz təbii ki, çox daha doğal olar. Amma indiki halda biz ilk addım olaraq uşaqların zərərli informasiyalardan qorunması məqsədi ilə onların sosial hesablar yaratmasının məhdudiyyətlərini tətbiq etdik. Və həmin qanunvericilikdə bizim qəbul etdiyimiz yeni qanunvericilik sənədində 16 yaşından yuxarı, 16-18 yaşlı uşaqlar üçünsə valideyn nəzarəti ilə bu cür sosial hesabların açılmasına icazə verilir. Əlbəttə ki, məsuliyyət bu zaman bölünür həm provayderlər, həm də valideynlər arasında. Amma 16 yaşına qədər uşaqlar üçün də bir tam şəkildə bunu platformaların üzərinə qoyuruq, provayderların üzərinə qoyuruq. Çünki burada digər məqamlar da var. Şəxsi məlumatların təhlükəsizliyinin qorunması, onların sızmasının qarşısının alınması və s. Bu, yəni kompleks bir işdir və siz az əvvəl qeyd etdiniz əslində ölkəmizin bu sahədə gördüyü işlərin hansı zərurətdən doğduğunu və mən düşünürəm ki, biz qəbul etdiyimiz yeni milli strategiya, milli inkişaf strategiyasına uyğun olaraq da biz hələ bundan sonra daha digər sahələrdə də məhz bu cür inkişafları görə biləcəyik və birinci
birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi rəqəmsal şuranın fəaliyyətinin biz əminik ki, bir istiqamət və mühüm istiqaməti məhz bu olacaqdır. Çünki şura yaranandan sonra biz həqiqətən də qanunvericilik sahəsində nə qədər böyük bir canlanmanın məhz rəqəmsal sahədə şahidi olduq və yeni qanunvericilik aktları əlbəttə ki, hər bir vətəndaşın mühafizəsinə, onun təhlükəsizliyinin qorunmasına yönəliklidir. Amma geniş anlamda isə bu dövlətimizin, dövlətçiliyimizin təməllərinin sarsıdılmasına yönəldilmiş hər cür təhdidin qarşısının alınması və əlbəttə ki, gələcək nəsillərin daha sağlam, dövlətimiz üçün, xalqımız üçün faydalı böyüməsinin və əlbəttə Azərbaycanın bundan sonraki 10 illiklərdə, 100 illiklərdə inkişafını təmin etmək üçündür. Milli qanunvericilikdə Elçin müəllim beynəlxalq təcrübə ilə uzlaşdıra bilmişik ki, bax bu atılan Milli Məclisin qəbul etdiyi son dövrlərdə kifayət qədər ciddi addımlar atılır və biz həm kiber təhlükəsizlik, həm süni intellekt, həm bütövlükdə rəqəmsal texnologiyalarla bağlı yeni qanunvericilik təşəbbüslərinin və birbaşa müasir çağırışlarla bağlı olduğunu müşahidə edirik. Təbii ki, bu proses uzun müddətli prosesdir və təkmilləşdirilmə prosesi hüquqi müstəvidə davamlı şəkildə aparılmalıdır və aparılacaq. Amma təklif olunan, irəli sürülən təşəbbüslərin ən önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, bu sadəcə olaraq müəyyən bir zaman çərçivəsi üçün hesablanmayıb və uzun müddətli olaraq bütövlükdə cəmiyyətimizi narahat edə biləcək problemlərin qarşısının alınması istiqamətində hüquqi bazanın formalaşdırılması üçün mühüm addımlar hesab oluna bilər. Məsələyə biraz sadə də anlaşılan bir istiqamətdə yanaşmaq istəyirəm. Çünki bəlli olduğu kimi hər bir qanun qəbul olunandan sonra bu qanunla bağlı ən müxtəlif formalarda müzakirələr aparılır və təbii ki, təbii qəbul olunmalıdır. Amma yanaşmaların özündə qənaətimə görə bütövlükdə bir yanlış istiqamət var və bu istiqamət təkcə təbii ki, bizim ölkəmizin sərhədləri çərçivəsində deyil, bütövlükdə virtual məkanda hüquqi tənzimləmələrlə bağlı atılan addımlara münasibətdə sərgilənən bir davranış tərcidir. Yəni, atılan addımlar əslində iki universal anlayışa uyğun şəkildə həyata keçirilir. Bunlar birinci hüquq anlayışıdır ki, universal anlayışda ola bilməz ki, sən real həyatda deməli bu və ya digər formadansa məhdudiyyətlər tətbiq edirsənsə və ya tənzimləyici qanunlar tətbiq edirsənsə uşaqlarla bağlı, uşaqlar hansı əyləncə mərkəzlərində ola bilməzlər və s. və ilaxır. Eyni yanaşmalar hüquqi müstəvidə olmasın. Yəni bu paradoksal bir faktik olaraq yanaşmadır, ikili yanaşmadır. Hüquq hər yerdə hüquqdur, həm virtual məkanda, həm də real həyatda və hər ikisində də insan hüquq azadlıqların qorunması ilə bağlı dövlətlər üzərlərinə düşən vəzifələri həyata keçirilməsi və vətəndaşlar da bu istiqamətdə öhdəliklərinə əməl etməlidir. İkinci mühüm anlayış şübhəsiz ki, suverenlik anlayışıdır və suverenlikdə də heç bir halda deməli universal anlayış olduğu üçün dövlətlər öz suverenliklərini təkcə real coğrafiyada deyil, eyni zamanda virtual coğrafiyada da qorumalıdırlar. Əgər hər hansı bir informasiya axını dövlətin daxili təhlükəsizliyi üçün təhdidlər yaradırsa və eyni zamanda onun müəyyənləşdirdiyi strateji xəttə uyğun vətəndaşın formalaşması prosesindən maneə yaradırsa, nəticə etibarilə onun da qarşısının alınması istiqamətində addımlar atılmalıdır. Bu normal hüquqi bir yanaşmadır və çox sevindirici haldır ki, artıq təkcə ölkəmizdə deyil, dünyanın bir çox ölkələrində yaranmış bu xaosun aradan qaldırılması istiqamətində ciddi addımlar atılır. Praktikada bunun tətbiqi ilə bağlı problemlər ortaya çıxa bilərmi? Təbii ki, çıxacaq. Hansı problemlər? Xüsusilə yaş həddinin hesablanması necə aparılacaq? Bir hissəsini təcrübədə tətbiq olunması bağlı. Söhbət Azərbaycanda qəbul olunan qanunlardan getmir. Söhbət sosial şəbəkələrin, böyük, nəhəng resursların qəbul olunan qaydalara əməl edib etməməsindən gedir. Amma mənim qənaətimə görə praktika dünyanın bir çox ölkələrində artıq tətbiq edildikcə bu son nəticədə artıq qlobal
miqyasda virtual hüquq anlayışının ortaya çıxmasına zəmin yaradacaq. Bu məsələ uzun illərdir ki, beynəlxalq müstəvidə müzakirə olunur və təəssüflər olsun ki, sosial şəbəkələrin yaradılması prosesində olan ilkin hədəf, ilkin məqsəd ki, var idi. Bunlar geosiyasi təzyiq aləti kimi istifadə olunacaqlar. O mexanizmin tərəfdarları virtual hüququn tətbiqinə imkan yaratmırdılar. Amma bəlli olduğu kimi artıq bu istiqamətdə dünyanın bir sıra ölkələri, o cümlədən Avropa İttifaqı kimi nəhəng təsisatlar da addımlar atmaqdadır. Çünki bu xaos nəticə etibarilə əslində dövlətin real idarəçilik sisteminə də kifayət qədər zərbə vurur və vətəndaşları bütövlükdə təhdid altında saxlayır. Bu istiqamətdə düşünürəm ki, zamanla bu bütövlükdə mövcud olan, tətbiqi ilə bağlı olan çağırışlara da nəticə etibarilə müəyyən qədər aydınlıq gətiriləcək. Bir də qəbul etmək lazımdır ki, hansı bir formada hansısa qadağaların tətbiqi anlayışının ortaya çıxmasına gəlmir. Yəni, bu məhdudiyyətlər əgər biz 16 yaşına qədər uşaqların digər hüquqları ilə bağlı məsələyə də yanaşa bilərik. Məsələn, Azərbaycan əmək qanunvericiliyində yalnız 15 yaşından yuxarı uşaqların öhdəlik üzərinə götürülməsinə və çalışmasına icazə verilir. Mahiyyət etibarilə eyni yanaşma ortaya qoyulanda hüquqi müstəvidə əgər biz bu məhdudiyyəti hansısa anlayışdan irəli gələrək, yəni uşaqların əmək hüquqlarının qorunmasına, onların öz əmək hüquqlarını qorumaq iqtidarında və imkanında, potensialında olmadığını müəyyən zaman kəsində anlayış gətirsə, eyni təhdid və təhlükə onları ayrı bir məkanda da gözləyə bilər ki, atılan addımlar da tamamilə həm Azərbaycan Konstitusiyasının, həm ölkəmizin beynəlxalq müstəvidə üzərinə götürdüyü öhdəliklərin, o cümlədən də insan hüquq və azadlıqları ilə bağlı fundamental hüquqların prinsiplərinə tamamilə uyğundur. Elçin müəllim, hansı təhlükələr var idi ki, bax, niyə məhz indi bu addım atıldı? Əslində, uşaqlar üçün hansı təhlükələr var? Bu tək uşaqlar üçün deyil. Bəşər övladının tarixi göstərir ki, yeni kəşflər üç mərhələdən ibarətdir. Birinci mərhələ çox böyük vəcdlə qəbul, populyarlıq. İkinci mərhələ düşüncə. Üçüncü mərhələ məhdudiyyətdir. Ötən əsrin əvvəllərində uşaqlar spirtli içkilərin, tütün məmulatlarının reklamlarına çəkilirdi. Hətta bəzi narkotik vasitələr dərman vasitəsi kimi reklam edilirdi. Və sonra anladılar ki, bu çox təhlükəlidir. Daha sonra televiziya yarananda uşaqlar üçün heç bir məhdudiyyət yox idi. Amma 11 il bundan əvvəlcə Birləşmiş Ştatlar, sonra Fransa, Britaniya, sonda Türkiyə televiziya proqramlarını böldülər uşaqlar üçün baxılması məsləhət bilinən və məsləhət bilməyən proqramlar. Sinematografda da eyni vəziyyət idi. Jacques-Luc Godard'ın bir sözü vardı ki, mənim filmlərim uşaqlar üçün deyil. Bu sözdən sonra dünya kinematografında uşaq televiziyası, uşaq proqramları adlı bir anlayış yarandı və plus 16 anlayışını ilk dəfə Fransa tətbiq etdi. Bu məhdudiyyət deyil, bu tənzimləmədir. Və eyni zamanda, əgər spirtli Amma bu tənzimləmə yetərli deyildi ki, yəqin artıq qanunvericiliyə... Yox, bizim Azərbaycanda qəbul etdiyimiz qanun tənzimləmədir. Bu heç bir halda məhdudiyyət deyil. Belə ki, az yaşlıların əyləncə mərkəzlərinə, gecə klublarına girişi necə arzu olunmaz və yasaqdırsa, eyni zamanda böyük transmilli korporasiyaların merkantil maraqlarına uyaraq gecə 3-də, 4-də xəbər uygulamasının gəlməsi uşaq psixikasının pozulmasıdır. Necə ki, məsələn, dünyanın bir çox yerlərində bir çox məmulatlar, proqramlar uşaqlar və böyüklər üçün qradasiyasına bölünür. Dünyanın ən böyük video platforması olan YouTube belə bu qanunlara uymaq məcburiyyətində qalaraq YouTube Kids adlı xüsusi bir servis istifadəyə verir. O da ancaq uşaqlar üçündür. Və bundan əvvəl Avropa İttifaqı və Avropa Komissiyasının xüsusi göstərişi oldu ki, adicə notebook və planşetlər belə uşaqlar üçün istehsal olunur. Yəni, uşaqların özlərini anlaqlı şəkildə idarə etmələrini mümkün olmadığı sahələrdə onlara böyüklər yardımcı olmalıdır. Bu, nə sosial şəbəkənin, nə söz azadlığının, nə ifadə özgürlüyünün hər hansı bir formada yasaqlanması və ya məhdudlaşdırılması deyil. Necə ki, Azərbaycanda və yaxud da Sierra Leone'də və yaxud da Cabo Verde'də siz bir tükana girib, ərzaq tükanından ov tüfəngi istəyə bilməzsiniz. Ov tüfənginin satıldığı xüsusi yerlər var.
Necə ki, Avropa İttifaqında siz heç bir dükana girib tütün məhsullarını aşkar şəkildə ala bilməzsiniz. Və ümumiyyətlə Avropa İttifaqını və dünyanın inkişaf etmiş ölkələrinin bir çoxunda tütün məhsullarının üzərində fərqləndirici nişanlar ümumiyyətlə ləğv edilir. Çünki bu insan orqanizminə ziyandır. Sosial şəbəkələrdə bəli, xeyirdir. Amma bu iki tərəfdən ovxarlanmış, cilalanmış bir bıçaq kimidir. O bıçaqla biz mətbəxdə də istifadə edə bilərik, başqa məqsədlər üçün istifadə edə bilərik və özümüzü yaralaya da bilərik. Uşaqlar bıçağın özünü yaralamasını bilmirlər. Və ona görə də söhbət heç də siyasi, ideoloji, geo-iqtisadi və geo-psixoloji məsələlərdən ibarət deyil. Söhbət Azərbaycan xalqının, etnosunun təhlükəsizliyindən gedir. Çünki sosial şəbəkələrin newsfeed, yəni xəbər lentini millətlərə hesablanmayıb. Onlar birbaşa hədəfə hesablanıb. Hər bir uşaq potensial iqtisadi hədəf sayılır. Və o uşağın baxdığı videolar, seçdiyi xəbərlərə uyğun olaraq o lent hazırlanır. Uşaqsa özünə məsul deyil. Və biz faktiki olaraq valideynlər çox vaxt işini asanlaşdırmaq üçün uşağa mobil telefonu veririk və nəzarət etmirik, o nəyə baxır. Bunun ilk acısını Şərqi Avropada çəkməyə başladılar. Azyaşlılar arasında intiharlar və suisidal... Deməli, valideyn təhlükənin qarşısını almaq əvəzinə daha da rahatlıq yaradır. Özünü rahatlaşdırmaq üçün uşağa verir ki, animasiya filmlərdə baxsın. Ona görə bu həddə çatır ki, qanunvericiliyi işə düşür. Məsələ o qədər ciddidir ki, bütün dünyada məşhur olan və çox məşhur olan Maşa və Ay multiplikasiya filmindən Rusiya artıq ideoloji yumşaq güc kimi istifadə etməyə başlayıb və Britaniyada bu günlərdə onun nümayişinin yasaqlanması ilə bağlı qərar qəbul olundu. Yəni biz adi bir animasiya filmini hesab edirik. Yaponiyada Tamesen adlı bir animasiya serialı vardı, o yasaqlandı. Çünki körpə uşaqlar o animasiya filminə baxdıqdan sonra çox dərin psixoloji sarsıntı keçirirdilər. Amma biz bunların hamısını düşünürük ki, elə deyil, yasaqdır, qadağadır, deyil yasaq, deyil qadağ. Adicə çimərliyə gedəndə çimərliyin öz yasaqları var. Bundan o yana üzmək olmaz. Biz bunu azadlığımızın məhdudlaşdırılması kimi qəbul etmirik. Biz metro stansiyasına düşərkən orada bizə velosiped verilməsini tələb etmirik. Halbuki deyə bilərik ki, mən velosiped sürmək istəyirəm, mənim azadlıq və özgürlüklərim var. Elə deyil. Hər platformanın öz qaydası var. Futbol meydançasına xokkey oynamaq arzusu ilə daxil olmaq olmaz. Xokkeydir, buz üzərinə çıxıbsansa, artıq orada hansı balet puantları geyinib rəqs etmək arzusunda düşünmək də absurddur. Ona görə Azərbaycanda sosial şəbəkələrin tənzimlənməsində ciddi işlər görülməlidir. Problemlər olacaq. Uşaqlar müxtəlif mane aşıcı proqramlar vasitəsilə girəcəklər, qeydiyyata alacaqlar. Sosial şəbəkələr, Sevil xanım da, Elçin mənim də tamamilə doğru dedi. Sosial şəbəkələr böyük gəlir segmentindən asanlıqla imtina etməyəcəklər. Adi bir fakt deyim, Avropa Komissiyası son 2 ildə... Məqsədlərindən imtina etməyəcəklər, nəinki iqtisadi maliyyə. Avropa Komissiyası son 2 ildə sosial şəbəkələr üst-üstə 6,7 milyard avro məbləğində cəriməliyib. Yenə də düzələn deyirlər. Çünki söhbət astronomik məbləğdə pullardan gedir. Uşaqlar üçün satılan məhsullar, oyuncaqlar, virtual oyunlar, bunlar çox milyardlı yox, 100 milyardlarla böyük bir bazardır. Biz bu bazarla üzbəyüzük və düşünürəm ki, Azərbaycanın atdığı addım vaxtında atılmış addımdır və bu bizim tək cocuqlarımızın yox, ölkəmizin gələcəyinin qorunmasına yönəlmiş bir addımdır. Hansı riskləri yaradırdı uşaqlar üçün rəqəmsal texnologiyalar, sosial şəbəkələr? Gəlin elə bu ilə bağlı sujetimiz var. İzləyək, sonra müzakirələrimiz davam edəcək. Valideynlər övladlarını sosial şəbəkələrin mənfi təsirlərindən uzaq saxlamaq üçün müxtəlif üsullardan istifadə etsələr də, bunu tam şəkildə təmin etmək hər zaman mümkün olmur. Bu səbəbdən uşaqların rəqəmsal dünya ilə erkən yaşlarında tanış olması onların həm psixoloji vəziyyətinə, həm də fiziki inkişafına müəyyən risklər yaradır. Əgər müəyyən bir yaşa uyğun limit qoyulsa, uşaqlar bilirsiniz, müəyyən mənada buna etiraz edəcək, bu uşaqların xeyrinə olacaq. Ona görə uşaqlar bunu dərk eləmədiyi təqdirdə biz bunu tənzimləməliyik. Ki, uşaqlar bunun fərqinə varmasın ki, nə baş verdi ki, bizim sosial şəbəkəyə marağımız azalıb, daha özümüzü aktuallaşdıran, daha məni maarifləndirən bir şeylərə yönlənirəm. Kiber təqib, dezinformasiya, şəxsi məlumatların oğurlanması, phishing hücumları və onlayn manipulyasiya halları uşaqlar üçün əsas risklər sırasındadır.
Artıq dünya ölkələrində sosial şəbəkələrin uşaqlara zərərli təsirləri ciddi narahatlıq doğurur və sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətli tətbiq olunur. Ölkəmizdə də analoji mexanizmin tətbiqi nəzərdə tutulur. Bu çox önəmli bir yenilikdir və mən çox sevinirəm ki, bizim ölkəmizdə də parlament bu qanunu qəbul elədi. Mən hesab edirəm ki, buna böyük bir sosial sifariş də var, valideynlər tərəfindən, bizim müəllimlər tərəfindən, məktəb direktorları tərəfindən hər zaman bu mövzu qaldırılır. Və ümid edirəm ki, bu dəyişikliklər nəticəsində balalarımız daha keyfiyyətli vaxt keçirəcəklər, daha çox dərsliklərə, tədrisə diqqət yetirəcəklər. Onların tərbiyəsi pozulmayacaq sosial şəbəkələrdən. Qanun 12 aydan sonra qüvvəyə minəcək. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək, sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, məlumatlandırma, təlimlər, texniki həllərin seçimi həyata keçiriləcək. Bəli, biz Sevil xanım süjetdən də müəyyən məqamları izlədik və ümumiyyətlə bu yeni qanun nəyi dəyişəcək? Mən düşünürəm ki, ümumilikdə bilirsinizmi, hər bir qanunun ilk növbədə preventiv bir xarakteri var. Yəni o səsləndirildikdə ilk növbədə qulağa girən bu olmaz. Və düşünürəm, bundan sonra həm valideynlər arasında, həm də uşaqlar arasında olmaz sözü dərk ediləcəkdir lazımi səviyyədə. Növbəti mərhələdə isə artıq bilirsinizmi, məhdudiyyətin müəyyən müddət keçəndən sonra onun bəhrəsini gördükdən sonra və biz əminik ki, bunu görəcəklər bizim vətəndaşlarımız, bundan sonra daha da möhkəmləndirəcək özünü cəmiyyətdə və cəmiyyətin həyatında. Biz fərqləndirməliyik. Söhbət sosial şəbəkələrdə hesabların açılmasından gedir. Biz uşaqların internet vasitəsilə informasiya almasına qarşı çıxmırıq. Çünki həqiqətən də onların internetdən istifadə edərək lazımi informasiyalar və bilgilərlə silahlanmasına çox böyük bir ehtiyac var. Niyə də yox? Bugün biz artıq tamamilə ayrı bir əsrdə yaşayırıq. Bəli, bizim dövrümüzdə kitab oxumaq daha çox, yəni kağızdan daha doğrusu kitabı oxumaq daha çox qəbullanırdı. Amma indi isə uşaqlar artıq onu monitordan oxumağa üstünlük verirlər ki, burada pis heç bir şey yoxdur. Yəni onlar onsuz da informasiyanı almalıdırlar. Və bunu yəni biz bu tərəfində söyləməliyik ki, süni intellektin bəli, mənfi tərəflərini indi biz qeyd edəcəyik, amma süni intellektin müsbət tərəfləri də var. Çünki informasiyanın toplanmasına və bunu saniyələr içərisində etməyə qadirdir. Bu müsbətdirmi? Təbii ki, müsbətdir. Uşaqların təfəkkürünün inkişafı baxımından bəli, çox kömək eləyir. Onlar tamamilə başqa cür ona təsəvvür, təxəyyül deyirlər. Təxəyyülünü inkişaf etdirmək üçün, yəni 3D formatında, 4D formatında düşünmə imkanı qazanmaq üçün bu əlbəttə ki, imkanlar yaradır. Amma məsələ burasındadır ki, biz uşaqların faydalı yox, faydasız istiqamətə yönləndirilməsinin qarşısını almaq istəyirik. Az əvvəl də qeyd etdik, müxtəlif oyunların yaradılması, uşaqların oraya cəlb edilməsi, saatlarla orada uşaqlar vaxt keçirirlər və bunu söyləmək lazımdır. Bu heç bir elmi bilik vermir uşaqlara, bu heç bir onların qabiliyyətə yükləmir. Bu onların dünya görüşünə heç bir əksinə onları asosial bir belə deyək varlığa çevirir. Çünki onlar artıq daha çox valideynlərindən uzaqlaşırlar, ailənin digər üzvlərindən, bacılarından, qardaşlarından uzaqlaşırlar, dostlarından, dost çevrəsindən, məktəb yoldaşlarından. Ünsiyyət formasını məhz o texnologiyalar platformasına ən yaxşı halda üstünlük verirlər virtual oyunlara və bu ünsiyyətdə də onlar ancaq belə deyək qəbul olunmuş informasiya texnologiyalarının dilindəki terminlərlə biri-biri ilə danışırlar. Bunun axı faydası nədir? Bəlkə bunu gündəlik 15-21 saat buna vaxt ayırsalar və yaxud həftədə bir dəfə vaxt ayırsalar, bəlkə də buna təhlükəsiz bir belə deyək vərdiş kimi baxmaq olar. Amma bu artıq belə deyək həyat tərzinə çevriləndə bu görün nə qədər böyük bir təhlükə yaradır. Risklər formalaşdırır və söylədiyimiz kimi bu bugün üçün risklər formalaşdırmır, gələcək üçün də riskləri formalaşdırır. Digər bir məsələ biz az əvvəl provayderlər və istifadəçilər arasındakı münasibətlərini tənzimləyəcəyini söylədik bu qanun layihəsi və burada provayderlərin qazancının da azalması əlbəttə ki, çox böyük bir deyim ki, onlar üçün təsir olacaqdır. Niyə görə? Çünki onlar uşaqları cəlb eləmək üçün, yəni bu da müəyyən bir kütlədir, gənclər müəyyən bir kütlədir, yaşlı nəsil müəyyən, qadınlar, kişilər. Yəni orada müxtəlif əlbəttə ki, təhlillər aparılır və ona uyğun olaraq da kontent təklifi olunur. Və
bu uşaqların məhz ayrılması sosial şəbəkədən çox böyük bir payı, o istifadəçi payını azaldacaqdır. Bu isə onların gəlirlərinə təsir göstərir. Nəticə etibarilə onlar da artıq öz davranışlarında və fəaliyyətlərində valideynlərin istədikləri cəmiyyətin sifarişi olan mesajlar və eyni zamanda dövlətlərin qoyduğu tələblərə və öz məsuliyyətlərini hiss edərək növbəti addımlarını da tənzimləmək kimi bir qaydalara uyacaqlar. Çünki biz hazırda heç cür təsir göstərə bilmir. Bəli, onlar çox gözəl qaydalar, icma, nə bilim, prosedurları və s. bu kimi notlar qoyurlar öz səhifələrində. Amma buna heç bir halda riayət etmirlər və belə deyək, ən yaxşı halda AI vasitəsilə cavablar verilir istifadəçilərə, əgər onların müəyyən müraciətləri varsa və onları məsuliyyətə cəlb etmək üçün də heç bir hüquqi mexanizm yoxdur. Və bugün artıq bütün dünya milli parlamentlər səviyyəsində öz qanunvericiliklərinə bu mühüm qanunu qəbul edirlərsə, qanun aktını əlavə edirlərsə... Yəni, hüquqi mexanizm, hüquqi məsuliyyət də yaradacaq? Təbii yaradacaqdır. Təbii. Yəni, bilirsinizmi, insanlar buna qədər əgər virtual məkanı qanunsuz, qaydasız bir mühit kimi qəbul edirdilərsə, artıq orada qanunların işlədiyinin fərqində olacaqlar və mən təkcə bu qanunla bağlı demirəm, bundan əvvəl qəbul etdiyimiz qanunların da əslində mahiyyətində virtual məkanda hüquqi münasibətlərin tənzimlənməsi dayanırdı ki, bu çox vacib bir məsələdir. Yəni, insanlarda, bu tək Azərbaycanda deyil, mən bunu qlobal məkanda, ümumilikdə belə bir fikir formalaşıb ki, yəni real həyatda söyləyə bilmədiyini o virtual məkanda istədiyi formada ifadə eləyə bilər. Və bunun üçün ona orada heç kim heç nə deməyəcək, bunun üçün o heç bir məsuliyyət daşımır, onun üçün yəni onu ən azı belə deyək də preventiv bir məsuliyyətə də cəlb etməyəcəklər və bu isə belə qanunsuzluq mühiti isə son nəticədə xaos aparır. Və biz uşaqların artıq, niyə görə biz uşaqların üzərində daha çox fokuslanırıq? Çünki uşaqlar daha həssas təbəqəsidir cəmiyyətin, onlar daha çox idarə olunan, bəli, təzyiqlərə daha belə deyək, tez uyurlar və təsirlərin altında qalırlar. Və ona görə də uşaqların qorunması əlbəttə ki, bizim ilkin məsuliyyətimiz kimi ortaya qoyuldu. Amma növbəti düşünürəm ki, addımlar informasiyanın təhlükəsizliyinin təmin edilməsi, yəni bununla bağlı da bugün çox böyük problemlər yaşanır. Ümumilikdə sabah nə baş verəcək, biz onu da bilmirik. Bugün biz xüsusilə süni intellektin həyatımıza daxil olması ilə artıq təsəvvürə gəlməyən problemləri də görürük və bu gün insan haqlarının artıq nə qədər öz əndazəsini aşdığını, öz çevrəsini dəyişdiyini və tamamilə fərqli bir məzmun aldığını da şahid oluruq və buna bağlı mən söyləmək istəyirəm ki, AI sammiti baş tutdu Cenevrədə və BMT etiraf edir ki, ilk dəfədir ki, belə böyük, nüfuzlu bir sammiti keçirdi məhz bu mövzuda. Çünki vəziyyət həqiqətən də yəni kifayət qədər katastrofik bir vəziyyətdə çağırışlar yaradır. Ona görə də hətta BMT tərəfindən beynəlxalq konvensiyaların qəbul edilməsi, beynəlxalq konvensiyalarda insan haqlarının məhz mövcud informasiya texnologiyaları və süni intellekt erasında hansı anlama gəldiyinin müəyyən edilməsi, yeni terminlərin buraya daxil edilməsi kimi bir belə deyək, istiqamətlərin olduğu var və biz düşünürük ki, məhz bu cür yanaşma ilə biz gələcəyi daha təhlükəsiz edə bilərik. Mən iki dənə fakt əlavə eləmək istəyirəm icazənizlə. Birincisi, sosial şəbəkələrdə onlayn uşaq oyunlarının heç biri pullu kimi təqdim edilir. Hamısı pulsuz təqdim edilir. Amma birinci mərhələdən sonra mütləq şəkildə aksesuar, zəruri alət, əşyaların alınması üçün pul tələb olunur. Bonuslar və s. üçün. İkinci bir məsələ budur ki, uşaq platformalarını, güya uşaq platforması kimi təqdim edilən və sosial şəbəkələrdə, platformalarda əlahiddə bir müstəvi kimi fəaliyyət göstərən həmən yerlərdə uşaqların qeydiyyatı bircə mərhələdən, yəni bir klikdən ibarətdir, rəsmi qeydiyyat. Amma sonra o qeydiyyatdan imtina üçün 16 mərhələ keçmək gərəkdir. Mən ad çəkmirəm bu böyük şirkətlərin, hamısında eyni vəziyyətdir. Yəni biz deyiriksə ki, problem budur ki, balaca körpə övladımız nə etdiyinin fərqində deyil. Pulsuz oyunu görür, qatılır, abunə olur və sonra ayın sonunda yüklü məbləğdə
pul tələb olunur. Elçin müəllim, niyə ad çəkmirsiniz? Söhbət transmilli şirkətlərdən Tamam, gedir. ad çəkirəm. Belə çıxır ki, onların məqsədi təkcə pul qazanmaq deyil, birinci məqsəd idarə etməkdir, müəyyən təsirləri, alqoritmlərlə xalqları idarə etmək. Birinci məqsəd puldur. Facebookda uşaq oyunlarının flash game deyirlər onlar. Onlar free, yəni azad kimi təqdim edilir. Amma birinci mərhələdən sonra bütün istisnasız oyunlarda pul ödəmək lazımdır. Dünyanın ən böyük bulut servisinə və ən böyük onlayn satış platformasına malik olan Amazonda uşaq bölməsində qeydiyyat üçün bir klik yetər. Qeydiyyatdan imtina üçün 16 mərhələ keçmək lazımdır. Və hələ məlum deyil, siz imtina eləyə biləcəksiniz ya yox. İdarə olunmağa gəldikdə isə, mən adicə bir fakt deyim. Sosial şəbəkələrin idarə olunmazlığının nə qədər böyük fəlakətə yol açdığını ilk başa düşən ölkə Avstraliya oldusa, bəlasını çəkən Kanada oldu. Sosial şəbəkə çox böyük uğur, çox böyük nailiyyət və eyni zamanda çox böyük təhlükədir. Eynən nüvə bombası kimi. İdarə olunmazsa o cəmiyyət və bəşəriyyət üçün böyük bir fəlakətdir. Şahidxandan bir məqamı qeyd eləmək istəyirəm, əlavə olaraq Elçin müəllimin dediklərinə. UNICEF-in apardığı tədqiqatlarda dünyada 5 uşaqdan biri kiber zorakılığa hər gün məruz qalır. Bu çox dəhşətli bir rəqəm. Yəni dünyada yaşayan uşaqların 5-dən biri hər gün kiber zorakılıqla üz-üzədir. Və dünyada bu dünya üzrə gələn statistikada 30% uşaqların bu və ya digər səbəblərdən kiberbullyinqə məruz qaldıqları üçün məktəbdən yayınırlar və dərsə getmək istəmirlər. Bu dəhşətli rəqəmlərdir əslində və biz hələ informasiya texnologiyalarının, mən deyərdim ki, inkişafının hələ ortasına çatmamışıq. Bəli, bu həqiqətən də çox böyük həyəcan siqnalıdır. Elçin müəllim qeyd etdi ki, adaşınız qeyd etdi ki, bəli, daha çox iqtisadi maraqlar üzərində qurulub transmilli şirkətlər. Amma transmilli şirkətlərin də arxasında duran böyük dövlətlər var. Onların əsas məqsədləri nədir? Yəni, bu cür çirkin niyyətləri, xüsusilə də uşaqları hədəf seçərək bax. Əslində, iqtisadi maraqlar təbii ki var və bütün qlobal geosiyasi maraqların da təməlində qlobal geoiqtisadi maraqlar dayanır və indiki şəraitdə bir çox hallarda biz böyük şirkətlərin, qlobal şirkətlərin dünya siyasətin əsas istiqamətlərini müəyyənləşdirdiyinin şahidi oluruq. Bu komponentləri də eyni formada sosial şəbəkələrə də aid etmək mümkündür. Məqsəd ayrı-ayrı regionlarda, bölgələrdə təsir edici rıçaqlara, informasiya imkanlarına malik olmaqdan ibarətdir. Yəni, indi texnologiya o qədər inkişaf edib ki, xüsusilə sosial şəbəkələr bu istiqamətdə elə bir imkanlar qazanıblar ki, istədiyi formada alqoritmləri formalaşdırmaq imkanına malikdirlər. Nəinki ayrı-ayrı qrupların qarşısına istədiyi materialları çıxara bilirlər. Hətta ayrı-ayrı fərdlərin qarşısına belə istədikləri, xüsusilə də ideoloji yükümlü, öz maraqlarına xidmət edən geosiyasi yükümlü informasiyaları çıxarmağı bacarırlar və bu da artıq sənin informasiya məkanında başqa maraqların meydan sulaması, özü üçün bir sosial şəbəkə kontekstində nüfuz agentləri formalaşdırılması istiqamətində atılan addımlardır. Bu, yavaş-yavaş yeriyən zəhərdir. Yəni, birdən-birə təsir göstərmir. Zamanla insanların düşüncəsinə təsir göstərir. Nə üçün uşaqlarla bağlı olan məqamlar önə çəkilir? Bunu həmkarlarım da qeyd etdi ki, tamamilə doğrudur. Yəni, bu sadəcə olaraq uşaqlar daha həssas olduqları üçün beyin formalaşmayıb, dünyaya baxış formalaşmayıb indiki şəraitdə və onlar özlərini indi mövcud çağırışlara qarşı necə qoruyacaqlarını bilmirlər və şübhəsiz ki, belə olduğu şəraitdə qanunvericiliyi bu istiqamətdə müvafiq addımlar atmalıdır və nəticə etibarilə onun hansı formada adlandırılmasından asılı olmayaraq, həm hörmətli Elçin müəllim dedi ki, məhdudlaşdırıcı addım deyil, tənzimləyici addımdır. Mən də prinsip etibarilə razıyam, amma yeri gəldikcə məhdudlaşdırıcı və daha sərt addımların atılmasına da qənaətimə görə ehtiyac var. Bir də ölkəmizdə həyata keçirilən bu qabildən olan tədbirləri ayrı-ayrı istiqamətlərdə dövlət siyasətinin vahid bir konsepsiyası kimi qəbul etmək lazımdır.
lazımdır. Yəni mahiyyət etibarilə bugün biz rəqəmsal inkişaf strategiyasına uyğun şəkildə hüquqi bazanın formalaşdırılması istiqamətində ciddi addımların atılmasının şahidi oluruq. Bu qanunvericilik aktı da birinci deyil və sonuncu da deyil. Davamlı olaraq bu istiqamətdə elə qarşıdakı parlamentin plenar iclaslarında da bu istiqamətdə hüquqi bazanın daha da təkmilləşdirilməsi üçün kifayət qədər ciddi addımlar atılacaq. Milli strategiya bunu tələb edir. Çünki inkişafın əsas deməli istiqamətlərindən bel sütununu, onurğa sütununu birbaşa təhlükəsizlik faktoru təmin edir. Əgər sən hüquqi bazanı formalaşdırmırsansa və bunun nəticəsində cəmiyyəti bu cür təzahürlərdən müdafiə edə biləcək tənzimləmələr müəyyənləşdirmirsənsə, hər hansı bir formada inkişafdan söhbət gedə bilmək. Eyni zamanda bu konsepsiyaya yenə də strategiya uyğun olaraq paralel şəkildə alternativlərin formalaşdırılması istiqamətində də ciddi addımların atılmasına ehtiyac var. Hədəflərdən biri və birincisi də bundan ibarətdir. Yəni bir tərəfdən tənzimləmələr varsa, digər tərəfdən isə uşaqlar üçün artıq kreativ məzmunlar təqdim edə biləcək. Onları cəlb edə biləcək müəyyən platformaların formalaşmasına, yanaşmasına ehtiyac var. Yəni, uşaq istədiyi informasiyanı onun düşüncəsinə, onun istəyinə və arzularına, baxış bucağına uyğun olaraq almağı istəyir və ona uyğun şəkildə biz təqdim etməyə artıq bacarmalıyıq. Qənaətimə görə artıq bu istiqamətdə qəbul olunan qərarların da, qanunvericilik aktlarında təməlində məhz bu faktorlar dayanır. Yəni, biz qanunvericiliklə uyğunlaşdıra biləcəyik milli maraqlarımıza, uşaqların ideologiyasını tamamilə yansıtmasını. doğrudur. Burada həm uşaqların ideoloji təzyiqlərə məruz qalmasından söhbət gedir və eyni zamanda başqa bir faktor da var. Bu haqda danışmaq lazımdır. Qəbul olunan qanunda sadəcə olaraq o tənzimləmələr, 16-18 yaş tənzimləmələri nəzərdə tutulmur. Eyni zamanda sosial şəbəkələrin yerli nümayəndəliklərinin açılması tələbi də qoyulur ki, o vacib faktorlardan biridir. Yəni burada söhbət təkcə uşaqlarla bağlı olan məqamlardan getmir. Eyni zamanda həmin o şirkətlərin milli qanunvericiliyə uyğun olaraq addımlar atmasını tələb etməkdən gedir. Çox sayılı faktorlar var. Yəni, reklam bazarı ilə bağlı olan faktorlar var. Çox sayılı həddən artıq. Təsəvvür eləyin ki, sosial şəbəkələr bugün təkcə bizim övladlarımızın şuurunu təhlükə altına atmır. İqtisadiyyatda təhlükə altına atır. Eyni zamanda Azərbaycan peşəkar mediasının maraqlarını da təhlükə altına atır və çox sayılı bu istiqamətli komponentlər var ki, dövlətin də siyasətinin təməlində birinci növbədə vətəndaşı qorumaq amili dayanır və bu istiqamətdə həyata keçirilən tədbirlərin də təməl məqsədi bundan ibarətdir. Sosial şəbəkələrin mərkəzlərinin açılması Azərbaycanda mümkün görünürmü? Elçin müəllim qeyd edir, qanunvericilikdə bu da öz əksini tapacaq. Elə başa tapıb qanunvericilikdə var, bəli. Biz bəzən olaraq yəni belə başa düşürəm ki, çox üzr istəyirəm, aydınlıq gətirmək üçün. Facebookun, TikTokun, Instagramın, sosial şəbəkələrin, məşhur sosial şəbəkələrin mərkəzləri açılacaq və bununla da biz qanunla nizamlamaya, tənzimləməyə mən bir sayın bir məqama da toxunum belə bu kontekstdə. Yəni nəticə etibarilə burada düşünürəm ki, sosial şəbəkə anlayışını bugün biz təqdim eləyəndə sadəcə olaraq da ki, Meta şirkətinin və ya TikTokun yaratdığı platformalar haqqında danışmalı deyilik. Çünki bütövlükdə proses o qədər sürətlə inkişaf edir ki, artıq kommunikasiya vasitələrinin özü belə sosial şəbəkəyə çevrilib. Telegram platforması artıq həm də sosial şəbəkə funksiyasını yerinə yetirir. WhatsApp-da da eyni mexanizmlərin tətbiq olunduğunu şahid olur. Baxımdan da qanunvericilik bu istiqamətdə daha çevik şəkildə prosesləri tənzimləmə altına almalıdır. Biz bir tərəfdən müəyyən tənzimləmələr qoyduqca, onlar digər istiqamətlərdən o tənzimləmələri yayınmağa çalışacaqlar və qənaətimə görə təhlükəli tendensiyalardan biri də budur. Tutalım ki, mərkəzlər açıldı, fəaliyyətə başladı qanunvericiliyi ilə. Bəs onlara nəzarət sistemi mümkün olunacaqmı? Niyə görə olmur ki? Əslində beynəlxalq hüquq sistemi var və onların məsuliyyətə cəlb olunması, əgər biz müqavilə bağlayacaqsa, onlar burada öz ofislərini yaradacaqlarsa, tənzimlənmə həm milli qanunvericilik və transmilli şirkət olduqlarına görə beynəlxalq qanunlara uyğun olaraq da həyata keçirilir. O ki, qaldı bu mümkündür, mümkün deyil skeptisizminə. Onu söyləmək istəyirəm ki, bu təkcə Azərbaycanda getmir biz bu proses. Biz dedik 2024-cü ildən sonra Avstraliya ilk oldu, amma 2024
2024-cü ildən sonra Birləşmiş Ərəb Əmirlikləri, eyni zamanda digər ölkələr də qoşuldular. İndi Norveç hazırlayıbdı bu proqramı. Birləşmiş Krallıqlarda 2027-ci ildə mart ayında qüvvəyə minəcək. Yəni bu proseslər artıq axarlı və geniş miqyaslı olubdur və biz hər gün xəbərlərdə yeni bir ölkə, Fransanın adını unutdum çəkməyə, yəni yeni bir ölkənin artıq biz qəbul etdiyimiz qanuna bənzər qanun layihəsini qəbul etdiklərinə bağlı xəbərləri oxuyuruq və bu bizdə artıq əminlik yaradır ki, bu beynəlxalq bir həmrəylik çətrinə çevrilibdir və belə olan təqdirdə artıq Birləşmiş Millətlər Təşkilatında da belə bir oturuşmuş fikir formalaşıb ki, mütləq şəkildə beynəlxalq konvensiya olmalıdır. Yəni, necə ki, silahların yayılmamasına dair beynəlxalq konvensiya var, Ottawa konvensiyası var, mina əleyhinə deməli, konvensiya və s. Yəni, bu cür sənədlər varsa, niyə görə kiber təhlükəsizliklə bağlı belə bir sənəd olmasın? Və biz artıq milli səviyyədə bu qanunvericiliyimizi yaratdığımız üçün biz o beynəlxalq konvensiyanı da düşünürəm ki, qəbul edərək həm də beynəlxalq mühitdə hüquqi bir, belə deyək, çərçivəyə qoşulmuş olacaq. Və mən düşünmürəm ki, o şirkətlər fövqəl gücdülər. Məsələn, mən az əvvəl də qeyd etdim, əslində Avstraliya qəbul etdikdən sonra uşaqların müəyyən payı getdi və onlar üçün bu çox böyük bir çağırış oldu və ona görə YouTube Kids-in yaradılması da heç də sıradan bir məsələ deyil. Yəni, onlar başa düşürlər ki, əslində uşaqlar kifayət qədər böyük bir kütlədir və bunu da demək istəyirəm ki, 15-24 yaş arasındakı şəxslərin sosial şəbəkələrdən istifadəsi 78%-ə çatır. Bu çox böyük bir rəqəmdir. Onlar çox böyük kütləni təşkil edirlər əslində sosial şəbəkələrdən istifadəçi qismində. Ona görə də, yəni, bax, bu cür təpkinin qarşısında hər halda güc, mən düşünürəm, istifadəçilərin tərəfində olmalıdır. İndi hazırda balans pozulub. Güc sosial şəbəkələrin tərəfində, sırf qanunvericilik baxımından və belə deyək, sosial mühitdə, kiber mühitdə öz qaydalarını diktə etmək baxımından. Amma artıq biz qanunvericilik bazasını gücləndirdikdən sonra bu balansı biz düzəldəcəyik və qarşı tərəfi də qanuni məsuliyyəti öz üzərinə götürməyə məcbur edə biləcəyik. Və bunun üçün düşünürəm kifayət qədər alətlər var. Biz heç də çəkinməli deyilik və iqtisadi təzyiq vasitələri də var, vergilərin ödənilməsi və s. Eyni zamanda biz Elçin müəllimlə bilir, uzun müddət marketinqlə bağlı yaşadığımız o problem media sahəsində və düşünürəm ki, artıq vaxtı və zamanı gəlib çatıb ki, bu sosial şəbəkələri reklam bazarındakı payını sıxışdırmaq və bunu ədalətli bölgünü təmin etmək və biz artıq bu istiqamətdə də düşünməliyik. Bəli, milliləşdirmək. Bunun da zamanı gəlib çatıbdır ki, biz yəni niyə görə bu böyük pul axınlarını sonradan bizə qarşı işləyən, bəzən bizim uşaqlarımızın hüquqlarını pozan, cəmiyyətimizdə çaxnaşma yaratmaq istəyən, bax bu qruplaşmaların, bu transmilli şirkətlərin hesablarına köçürməliyik. Əslində çox sadə bir məntiq var. İkinci mövzumuza da keçid almalıyıq. Çox sadə bir məntiq var. Daha öncə də biz verilişin əvvəlində barədə danışmışdıq. Hüququn universallığından danışmışdıq. Əgər mahiyyət etibarilə o mənim informasiya məkanıma daxil olursa və bu informasiya məkanından pul qazanırsa, o mənim qanunvericiliyimə tabi olmalıdır. Yəni, burada bizim suveren hüquqlarımızın qorunmasından söhbət gedir. O baxımdan da istər Meta, istərsə də digər deməli şirkətlər Azərbaycan qanunvericiliyindən və beynəlxalq hüquq normalarından üstündədirlər və indiki şəraitdə biz uşaqlarla bağlı müvafiq konvensiyalara əməl etdiyimiz kimi eyni konvensiyalara əməl etmək də onların birbaşa borcudur. Transmilli şirkətlər silahın satışında hansı maraqlarla münasibətlərə xidmət edirlər? Yəni, bu da elə onların tərkib hissəsindəndir. Mahiyyət etibarilə bəli, eynidir. Bu da eyni silahdır. Bəli, eyni silahdır. Elçin mənim gözəl müqayisə etdi nüvə bombası ilə. Və biz ikinci mövzumuza keçid alırıq. Ermənistanın baş naziri Nikol Paşinyanın bugün Rusiyaya səfəri diqqət mərkəzindədir. Yəni, bu xüsusilə də nəzərə alsaq ki, Avropa Komissiyasının rəhbəri prezidenti Ursula von der Leyen'in səfərindən sonra, kifayət qədər vədlərdən sonra, addımlar atıldıqdan sonra Paşinyanın Rusiyaya üst tutması hansı məqsədlərə xidmət edir? Moskva ilə münasibətləri bərpa etmək, yoxsa burada seçim qarşısında qalan Paşinyan
növbəti belə deyək, fərqli fikirlərlə çıxış edəcəyi gözlənilir. Moskva ilə münasibətlər əslində heç vaxt pozulmamışdır. Tərəflərin hər biri bir qədər bəsit və primitiv olsa da öz ssenarisine uyğun oyun oynayırdılar. Uduzan bir dənə yəni görüntüdə gördüyümüz Rusiya-Ermənistan münasibətləri blef idi. Bəli. Keçmiş Sovet propagandası kimidir. Sovet propagandasının özəlliyi nə idi? Hakimiyyət xalqa inanmırdı Sovet dövründə. Xalq da hakimiyyətə inanmırdı. Amma ikisi də elə bir görüntü yaratmışlar, bir-birlərinə inanırlar. Və Avropa İttifaqıyla da Ermənistan elə bir görüntü yaradır ki, bunlar bir-birinə inanırlar. Sanki Avropa İttifaqının kəşfiyyat, casusluğu, analitika, agentura şəbəkəsi yoxdur. Burada Apostol Piotr'un Roma'ya daxil olarkən verdiyi bir sual var. Nə baş verir? Latınca demək istəmirəm. O baş verir ki, bu oyunda hələlik bir qurban var. O da Ermənistan parlamenti spikeri Moskvanın tələbi ilə vəzifəsindən uzaqlaşdıran Alen Simonyan oldu. Çünki Alen Simonyan Moskva üçün bütün cizgiləri keçən bir adam idi, rusofob idi, elə Moskva onu təqdim edirdi və s. Ermənistan yaxın illərdə Rusiya ilə münasibətləri korlamayacaq. Deyirlər ki, Rusiya bazasını çıxarma məsələsi ola bilər. Bu, hüquqi baxımdan, yurisprudental baxımdan mümkün deyil. 2044-cü ilə qədər bu hərbi baza, 102-ci hərbi baza Gümrüdə mövcudluğun təsdiqləyən anlaşma var. Bir məsələ də var da, Moskva konkret açıq şəkildə, yəni ali səviyyədə şərt qoyur ki, Qərblə bu qədər yaxınlaşacaqsınızsa, Avropa İttifaqı, kollektiv təhlükəsizlik təşkilatından çıxmaq və münasibətlər açıq şəkildə pozulacaq. Amma real addımlar atıraq Qərbə doğru. Yaxşı. Ermənistan real addımlar atıraq. Bundan əvvəl terrorçu və cinayətkar Robert Köçəryan iqtidar zamanında Ermənistan Qərbə doğru addımlar atmırdı. Onda Corporative Eagle təlimləri keçirilmirdi Ermənistanda. Serj Sarkisyanın vaxtında İlkin addımları deyə bilərdik. İlkin də olsun, güclü addımlar. Proseslər daha dərinləşir. Paşinyan isə Avropaya meyillənir. Bilirsiniz, Paşinyan Avropaya bir Machiavelli'nin bir sözü var ki, xalqı idarə eləmək üçün ona konkret nəticə lazım deyil, ümid vermək lazımdır. Və kütləni də xoşbəxt eləmək üçün birinci əlində nə var, hamısını əlindən alırsa, sonra aldığını yavaş-yavaş ona verirsə, kütlə də özünü xoşbəxt siləyir. Paşinyan da bundan istifadə edir. Avropa İttifaqına Ermənistanın üzv olması yaxın 30 il ərzində mümkün deyil. Çünki Avropa İttifaqı Ermənistanla həmsərhəd deyil. Paşinyan deyəndə ki, bizim milli təhlükəsizliyimizin qarantı Türkiyə və Azərbaycan da o faktura etibarıyla rasional deyil. Çünki Türkiyə Avropa İttifaqına üzv olarsa Ermənistan üzv olacaq. Əks təqdirdə bu alınası bir şey deyil. Rusiya Yekaterinburg şəhərinə ona görə gedir ki, Mişustinlə görüşü gözlənilir, ehtimal edilir Mişustin istəsə əgər. Ondan başqa Qaluzinlə görüş istisna edilmir. Rusiya Ermənistan üçün hər şey deməkdir. Ucuz qaz, ucuz neft, ucuz taxta şalban və s. və s. Avropanın vədləri çox şirin görsənir. Eynən Məlik Məmməd nağılı kimi. Ermənistan meyvə tərəvəzi rüsumlardan azad olmaq şərti ilə Avropada satılacaq və Ermənistan xalqı xoşbəxt olacaq. Necə Ukrayna xalqı rüsumdan azad edildi və xoşbəxt oldu. Güya. 2023-cü ilin noyabrın 14-də bu barədə Avropa Komissiyası qərar qəbul etmişdi. 2023-cü ilin dekabrın 21-də təsdiqləndi. 2024-cü ilin yanvarın 3-də bir daha təsdiqləndi. Nəticə nə oldu? Əvvəlcə Polşa, sonra Rumıniya, Slovakiya, Çexiya, Macarıstan fermerlər ayağa qalxdılar, yolları bağladılar ki, Ukraynadan rüsumsuz kənd təsərrüfatı məhsullarının gətirilməsi yerli istehsalçılara zərbədir. Eyni situasiya Ermənistan məhsullarından da baş verəcək. Əsas məsələ Ermənistan taleyi deyil. Avropaya Ermənistan gərək deyil. Heç gərək deyil. Konkret Aşotun və Cənubi Qafqaz gərəkdir. Konkret Aşotun və Haykanuşun taleyi hansısa bir bürgeri və yaxud da Şotlandı qətiyyən maraqlandırır. Məqsəd Cənubi Qafqazın Zəngəzur dəhlizinə kontrola tam nail olmaqdır. Bu kontrol uğrunda üç böyük güc arasında bu saat mübarizə gedir. Məsələ də elə ondan gedir ki, Mişutsini siz... Çin, Avropa İttifaqı və ABŞ. Udan hələlik ABŞ-dır. Amma yaxın gələcəkdə biz görəcəyik. Amma burada Moskvanın Rusiya maraqlarına qarşı çıxan Ermənistan deyilmi Elçin müəllim və Mişutsinlə görüşünü nəzərdə tutur. Elçin müəllim açıqladı, yəni Paşinyanın Mişutsinlə görüşü nəzərdə tutulub. Eyni zamanda da Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in də Azərbaycana səfərindən sonra, daha sonra Ermənistana getdi. Ermənistanla görüşlərindən sonra bir açıqlama oldu ki, Mişutsin tərəfindən Zəngəzur dəhlizinə nəzarət,
iqtisadi maraqlar Rusiyanın nəzarətində olacaq. Yəni, burada rəqabət toqquşması açıq şəkildə özünü göstərir. Necə düşünürsünüz? Ermənistanın bugünkü halı ilə, bundan əvvəlki dövrləri ilə müqayisə etsək, qərbə yaxınlaşması real addımlarda daha çox görünürmü və bu Moskva tərəfindən necə qarşılanır? Əslində, Rusiyanın Ermənistana təzyiq göstərdiyi görüntüsünü yaratmaq vacibdir, zəruridir. Çünki bu halda o qərbdən daha çox vəsait qoparmağa nail olur. Yəni, nəticə etibarilə daha əvvəlki Ermənistan rəhbərlərinin dövründə olduğu kimi, Ermənistan da qərblə müəyyən cizgiləri pozulmadığı bir mərhələyə qədər əməkdaşlığını davam etdirir, inteqrasiya meylini yaradır. Həm Ermənistan cəmiyyətində qərblə yaxınlaşmanın onları müəyyən bir inkişafa aparacağı barədə insanlara motivasiya verməyə cəhd göstərir. Çünki indiki halda mən də Elçin Beylə razıyam ki, deməli, Paşinyanın əlində nəticə etibarilə Ermənistan cəmiyyətinə fərqli bir alternativ təqdim etməyə potensialı və imkanları yoxdur. Yəni, biz prosesin mahiyyətinə diqqət salaq, elan olunan problemlər və real, faktiki olaraq problemlər. Ermənistan Rusiyadan qopubmu? Rusiyanın Ermənistana qarşı tərəvəz sanksiyaları tətbiq olunması ilə bağlı fikirlər səsləndirir. Bu, tərəvəzdən əldə olunan məhsullar Ermənistan iqtisadiyyatı üçün nə qədər böyük əhəmiyyətə malikdir, mahiyyət etibarilə. Amma bu, görüntü yaradırmı Ermənistana deməli, təzyiq olunması barədə və Avropa miqyasında Ermənistana yardımlar etmək üçün müəyyən bir proqramların həyata keçirilməsinə imkan verirmi? Təbii ki, verir. Amma indiki şəraitdə Ermənistan Rusiyadan qaz alışını dayandırıbmı? Ermənistan üçün deməli, neft məhsullarının alternativ olaraq təqdim edə biləcəyi hər hansı bir ölkə varmı? Ermənistan dəmir yolları, Rusiya dəmir yollarının törəmə müəssisəsindən xilas olunmu? Yəni, fundamental bir ölkənin iqtisadiyyatı üçün nə varsa, köklü şəkildə hal-hazırda yenə də Rusiyanın nəzarəti altındadır. Bu baxımdan Ermənistanın nəticə etibarilə biz strateji baxımdan qərbə bir istiqamət seçdiyini və qısa müddət ərzində qərblə münasibətlərində irəliləyişə nail olacağını söyləyə bilmərik. Qənaətimə görə danışmaq çox tezdir və əgər yaxın tarixə nəzər salsaq, biz elə Köçəryanın da, müharibə caniləri Serj Sarkisyanın da hakimiyyətdə olduğu dövrdə qeyd olunduğu kimi Ermənistan qərb istiqamətində kifayət qədər hətta revanş xarakterli addımlar attığının deməli şahidi olmuşduq. Elə Serj Sarkisyanın assosiativ sazişin imzalaması istiqamətində ona qədər ki dövrdə düzdür, ona nail ola bilmədi, amma nəticə etibarilə prosesin irəliyə doğru aparılmasına cəhd göstərilirdi. İndiki istiqamətdə də bu cəhdlərin hara qədər inkişaf edəcəyi təkcə Ermənistanda baş verən proseslərdən asılı deyil. Ermənistan kiçik bir dövlətdir, nə regiona, nə də ki, daha geniş miqyasda hər hansı bir proseslərə təsir göstərmə imkanı yoxdur. Baxımdan, Rusiya ətrafında baş verən proseslər necə inkişaf edəcək? Ümumiyyətlə, Avrasiyanın gələcək taleyi necə olacaq? Bu kontekstdə proseslərin içərisində şübhəsiz ki, Ermənistanın da yerini və rolunu müəyyənləşdirəcəklər. Amma Ermənistan özü müəyyənləşdirməyəcək, şübhəsiz ki. Sevil xanım, siz də hesab edirsiniz ki, Rusiya ilə Ermənistanın hazırki münasibətləri bir blefdir. Yəni, yox, blef deməzdim. Sadəcə olaraq yəni gərginlik fonunda səmimi görünür, yoxsa bu həqiqətən də diplomatik münasibətlərdə gərginlik oyundur? var. Ola bilsin ki, hansısa məsələdə mütləq şəkildə razılaşmaq lazımdır. Məsələn, birincisi, orta dəhlizin əsas segmenti olacaq, Zəngəzur dəhlizi ilə bağlıdır və burada konsesiyanın Rusiya şirkətinə verilməsi şərt kimi irəli sürülür və bunu açıq şəkildə deyilir. Yəni, bu, hətta konfidensial danışıqların mövzusudur deyə demirik. Yəni, bunu açıq şəkildə söyləyirlər və digər bir məsələdə Metsamor atom elektrik stansiyası ilə bağlıdır və Rusiya tərəfi bildirib ki, onlar bu sahədə dünyada birincilərdəndirlər və Avropa Birliyi yox. Bildiyiniz kimi Avropa Birliyinin də məqsədi var idi ki, müəyyən investisiyalar ayırsın və burada atom elektrik enerjisinin istehsalı ilə bağlı yeni stansiyanın inşa edilməsi. Amma Rusiya buna qarşı çıxır və söylür ki,
eyni fəaliyyəti onlar da burada həyata keçirərlər. Və Ermənistan buna etiraz etməyib və fikrini hələlik bildirməyib. Nə dəmir yolları ilə bağlı, nə də ki, atom elektrik stansiyası ilə bağlı. Digər bir məsələ hərbi əməkdaşlıqdır. Elə bu məsələdə də Rusiya ilə necə əməkdaşlıq edirdilərsə, həmin əməkdaşlıq qüvvədə qalır. Sadəcə olaraq yeni bir vektor əlavə olunubdur. Onlar Avropa Birliyi və Birləşmiş Ştatlarla da əməkdaşlıq etməyə başlayırlar daha sıx şəkildə. O ki, qaldı iqtisadi bağlara. Söyləmək lazımdır ki, elə Ermənistanla Rusiya arasında çox isti münasibətlərin olduğu dönəmdə də Ermənistanın elə bir güclü iqtisadiyyatı olmayıb. Və Ermənistan cəmiyyəti əsas etibarilə yəni xaricdən göndərilən transferlərlə təchiz olma, yəni əhalini nəzərdə tuturam ki, onların əsas gəlir mənbələri onlara əsas etibarilə Rusiyadan, Avropadan və Birləşmiş Ştatlardan göndərilən pul baratları ilə təmin olunubdur. Elə buna qədər də həmin Birləşmiş Ştatların Konqresi tərəfindən Ermənistana birbaşa olaraq yardım göstərilibdir və eyni zamanda işğal etdikləri Azərbaycan ərazisindəki qondarma quruma da onlar maliyyə belə deyək, yardımlarını heç zaman əsirgəməyiblər. Elə həmin o konflikt olan dönəmdə, nə vaxt ki, biz Rusiya ilə Ermənistan münasibətlərinin isti və problemsiz olduğunu görürdük və elə həmin dönəmdə də Konqres tərəfindən Ermənistanın lehinə olan bir neçə qanunlar qəbul olunmuşdu və erməni genosidi məsələsi hər zaman həm Avropanın, həm də Birləşmiş Ştatların gündəliyində olub və çıxmayıbdır. Ona görə də yəni qlobal şəkildə çox şey mi dəyişib? Yox, çox şey dəyişməyibdir. Sadəcə olaraq, bəli, bugün artıq Paşinyan da söyləyir ki, onun xarici siyasətində yeni bir istiqamət formalaşıbdır. Və ona açıq sual da verildi ki, Avropa Birliyinə üzvlük məsələsinin taleyi necə olacaqdır? O bunu xalqın öhdəsinə buraxdı və söylədi ki, bu xalq necə qərar qəbul etsə, bu elə də olacaqdır. Və əgər onlar Avropa Birliyini seçəcəklərsə, onda təbii ki, ona da şərt qoydular ki, onda Avrasiya İqtisadi İttifaqından çıxmaq kimi bir məcburiyyəti yaranacaq. Yəni, siyasət aparan Paşinyandır, amma məsuliyyəti öz üstünə götürmür. O deyir ki, bunu xalq qərar verəcəkdir, referendum keçiriləcək və həmin referendumun nəticələrinə uyğun olaraq da biz gələcək siyasətimizin əsas konturlarını müəyyənləşdirəcəyik. Dəyişikliklər məsələsinə gəldikdə isə ümumilikdə söyləmək lazımdır ki, Ermənistan əslində Paşinyanın hakimiyyətə gəlişi ilə və 2020-ci il Qarabağ müharibəsindən sonra həqiqətən də fərqli bir istiqamət götürübdür öz xarici siyasətində və daha açıq bir siyasət götürübdür. Və bu istək hiss olunur ki, onlar daha açıq və müstəqil xarici siyasi kursa yönləniblər. Və bunun üçün, bəli, addımlar atırlar. Bu yavaş ola bilər, bəzən belə deyək, uğursuz ola bilər, bəzən bloklana bilər, məhdudiyyətlərlə rastlaşa bilər, amma bəli, bu məsələdə razılaşmaq lazımdır ki, Ermənistan bu istiqamətdə çox qətiyyətli addımlar atır və bəzən hətta bizə elə gəlir ki, o öz ağasından, Rusiyadan qorxmadan çox belə cəsarətli şəkildə bu siyasəti aparır. Amma mahiyyət baxımından, yəni bu vaxta qədər də Avropa Birliyi ilə onların əməkdaşlığı olub, bu vaxta qədər də Birləşmiş Ştatlarla söylədiyimiz kimi münasibətləri olub. Biz indi mərhələləri, dövrləri müqayisə etsək, fərqli məqamlar ondan ibarətdir ki, sonuncu səfəri biz götürsək, konkret sərhədyanı Ermənistanla Azərbaycan sərhədində müəyyən infrastruktur və digər məsələlər üçün 200 milyonun ayrılması, daha sonra Avropa Birliyinin bəli mülki missiyası adı altında missiyanın göndərilməsi məsələsi var və daha sonra Ermənistanın daxilinə kifayət qədər açıq maliyyə var. Elə bu səfərdən sonra 54 milyonun tərkib hissəsi olaraq daha 18 milyon ayrıldı. Seçki prosesində ayrılan vəsaitlər var. Yəni, konkretləşir faktlardan Avropa İttifaqı ilə Qərblə Ermənistanın münasibətləri daha da dərinləşir. Bu, Moskvadan hansı formada belə deyək, cavab alacaq bunların müqabilində? Bu artıq bilirsiniz, açıq bir faktdır ki, Ermənistan Rusiyaya sanksiyalardan yayınmağa kömək eləyibdir. Və onun iqtisadiyyatının 5 dəfə artmağı heç də sıradan bir məsələ deyil. Və bu məsələdə görürsünüzmü, hansısa bir belə deyək də,
birləşdirici rol oynaya bilibdir. Yəni ki, müəyyən məhsulların sonra retrading vasitəsilə Ermənistan ərazisindən daşınmasını təmin edibdir. Amma bununla bağlı heç bir yerdə açıq bir bəyanat da səsləndirməyib və bunun üçün heç kimə minnət də qoymayıb. Nə Avropaya, nə də ki, belə deyək, Rusiyaya. İkinci bir məsələ, elə Paşinyanın səfəri ərəfəsində Avropa missiyası tərəfindən bir bəyanat gəldi. Çoxdan da onlardan bəyanat yox idi. Onlar sərhəddə hələ də patrul xidmətini həyata keçirdiklərini və heç bir belə deyək, atəşkəs rejimini pozan bir halın olmadığını bəyan ediblər. Bu da sıradan bir məsələ deyil. Bu da əslində Moskvaya birbaşa bir mesajdır ki, biz buradayıq, biz öz işimizi, fəaliyyətimizi həyata keçiririk. O ayrı bir məsələdir ki, onların missiyası da başa çatacaqdır. Və bundan sonra nə olacaq? Onunla bağlı əlbəttə ki, yəqin düşünürlər. Sülh prosesi ilə bağlı Paşinyanın Rusiya səfərində hər hansı bir məsələ müzakirə oluna bilərmi? Müzakirələr olacaq, amma düşünmürəm Rusiyanın bu prosesə hər hansı bir formada müdaxiləsi mümkündür. Avropa İttifaqının yardımlarına gəldikdə Avropa İttifaqı çoxlu danışır, az pul verir. Amma Rusiya heç bir bəyanat vermədən, yadınızdadırsa, bizimlə müharibə zamanı $1 milyard silah vermişdi Ermənistana. Heç bir bəyanat da səslənməmişdi. Ona görə də Ermənistan iki inəyin südündən faydalanan buzov kimi indi davranır və çalışır ki, hər iki tərəfdən maksimum dividend əldə etsin. Və bu oyun nə vaxta kimi davam edəcək, cavab sadədir. Tərəflərdən biri aldandığını başa düşəcək və Ermənistana qarşı sanksiya deməzdim, ciddi tədbirlərə əl atmağa başlayacaq. Bu Rusiya olacaq, yoxsa Brüssel olacaq, bu hələ bilinmir. Hər şey Paşinyanın davranışından asılıdır. Qərb Rusiyanı əvəz eləyə biləcəkmi? Elçin müəllim, necə düşünürsünüz? Suala bir mənalı cavab vermək qənaətimə görə çox çətindir. Biz buna qədər olan proseslərə nəzər salsaq və bütövlükdə postsovet məkanında müstəqil siyasi kurs götürməyən öncədən ölkələrin davranışlarına və onların qarşılaşdığı nəticələrə nəzər salsaq, qənaətimə görə hal-hazırda Qərbin Rusiyanı əvəz etməsi üçün real bir mənzərə yoxdur. Yəni, mahiyyət etibarilə biz bu çox uzun müddətli bir prosesdir, qısa bir zaman kəsiyi deyil. Bizim Rusiyaya münasibətimizin necə olmasından asılı olmayaraq, konkret olaraq Ermənistanda bugün mövcud olan bütün resursların təməlində Rusiya faktoru dayanır. Qısa müddət ərzində bunu əvəz etmək mümkündürmü? Qərb nəinki Ermənistana deməli ucuz qaz, ümumiyyətlə qaz verə bilmək potensialına malikdirmi? Bunu verə biləcək ölkə yalnız Azərbaycandır nəticə etibarilə, prinsip etibarilə. Neft məhsullarını əvəz etməyə, yenə də Azərbaycandan müəyyən neft məhsulları göndərilir Ermənistana və s. və ilaxır. Yəni, çox sayılı səbəblər var. Rusiya bazarını mahiyyət etibarilə, oradakı erməni diasporunda nəzərə alsaq, Ermənistan üçün Avropa qısa müddət ərzində əvəz edə biləcəkmi? Qənaətimə görə yox. Ümumiyyətlə, Ermənistan iqtisadi potensialına, mövcud coğrafiyasına görə nə qədər böyük əhəmiyyətə malik olan bir dövlətdir ki, bütövlükdə bu iki nəhəng qütb arasında son nəticəyə qədər müəyyən mərhələdən sonra alver predmetinə çevrilsin. Mən də hesab edirəm ki, nə qədər manevr etmək imkanları varsa, Nikol Paşinyan bu manevrlərdən Ermənistan üçün müəyyən qədər qazanmağa cəhd göstərəcək və ən azı seçki müddətində verdiyi vədlərin yerinə yetirilməsi ilə bağlı addımlar atılacaq. Ermənistanın ümumiyyətlə bu manevrlara potensialı varmı? Qərblə Rusiya arasındakı manevrlərdən söhbət gedir. Bilirsizmi, bölgədə gedən proseslər onu göstərir ki, hələlik vəziyyət aydınlaşmayıbdır, durulmayıbdır ki, Ermənistan da özünün qəti qərarını qəbul eləsin. Mən düşünürəm ki, nə qədər ki, Rusiya və Ukrayna arasında müharibə gedir, vəziyyət elə bu cür bizim gördüyümüz kimi manevrlərlə müşahidə olunacaqdır. Avropa və belə deyək, kollektiv Qərb və Rusiya arasında münasibətlər artıq aydınlaşandan sonra, onda Ermənistan da özünün seçimini bəli, ortaya qoyacaqdır. Hazırki anda Ermənistanın yəni Rusiyadan üz döndərməsi onun üçün çox böyük fəlakətlər
gətirə bilər. Yəni, əgər baxsaq Ermənistanın qonşularına, o yenə də təsir altına düşür və buna qədər əgər tutaq ki, Qərbdən üz döndərməsi onun üçün hansı fəsadlar yarada bilər, Rusiyadan üz döndərməsi hansı fəsadlar yarada bilər, düşünürəm ki, bunun fərqindədir. Ona görə də Paşinyan hər ikisinə belə deyək, oynamaqla, hər iki tərəfə oynamaqla əslində həm öz vəziyyətini yaxşılaşdırır, həm də ölkə üçün bir təhlükəsiz mühiti də formalaşdıra bilibdir. Elçin, ümumiyyətlə hazırki məqamda Moskvanın Rusiyadan, daha doğrusu Ermənistandan gözləntiləri nədən ibarətdir? Yəni, Paşinyanı çağırmaqla, Paşinyanı dəvət etməklə, bax, bu samitə, xüsusilə də von der Leyen'in səfərindən sonra, bax, gözləntilər nədən ibarət? Bizdə nədənsə belə bir təsəvvür var ki, Rusiyanın xarici siyasətini hansısa şəxslərin təsiri altında dəyişir. 1148-ci ildə Moskva yaranandan Rusiya 1148-ci ildən bu yana Moskvit dövləti ətrafındakı dövlətlərin və xalqların heç birinə müsbət yanaşmayıb. Rusiya yeganə dövlətdir ki, ətrafdakı dövlətlərin hamısı haqqında aşağılayıcı sinonim kəlmələri var. Və Paşinyana münasibət isə, bəli, deyirlər, biz dostuq, qardaşıq, sizi xilas etmişik, Qırbayedovun vaxtında gətirib yerləşdirmişik və s. və s. və s. Ancaq alət kimi. Yəni, qədim Romada qullara danışan alət kimi baxırdılar və qullar şeir yazanda heyrətlənirlər ki, Sofoklun, Esxilin tragediyalarında da var. Bunlar da danışa bilir. Yəni, bunlar... İndi də Rusiyanı, xüsusilə Rusiyanın sabiq prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevi də təəccübləndirən budur ki, Paşinyan Avropa İttifaqına münasibət qurur. Niyə də qurmamalıdır? Ermənistan Rusiyanın quberniyası deyil, vilayəti deyil. Bunu anlamayacaqlar, ümid eləməyin. Amma indi bizə qalan ümiddir də. Ümid edilir, bəlkə Kreml bunu nə zamansa başa düşdü, amma inanın başa düşməyəcəklər. Çünki onlar Ermənistana farpost kimi baxırlar. Vladimir Vladimiroviç Putinin dəstəkləyən nənələr qrupu var. Strateji təsir vasitəsi sayılır nədəsə. O nənələr belə Paşinyana deyirlər ki, sən yolunu azıbsan, Avropa ilə danışıq aparırsan. Və salam, bununla da bitdi. Yaxşı heç nə gözləməyin. Yəni, şimaldan yaxşı nəsə gözləyiriksə, biz onda nağıllara inanmalıyıq və yaxud da ay balalarını rəqs etməliyinə inanmalıyıq. Belə bir şey. Bu artıq uşaq poeziyası. Aydın, sağollaşmalıq Elçin müəllim. Mən hər birinizə təşəkkürümü bildirirəm maraqlı, dəyərli fikirləriniz üçün. Belə, hörmətli tamaşaçılar, biz hədəfin bu dəfəki buraxılışında Milli Məclisin sosial şəbəkələrdə uşaqların istifadə qaydaları ilə bağlı hüquqi tənzimlənməsinə dair qanunvericilik aktının qəbul edilməsini və eyni zamanda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfərini müzakirə etdik. Bizə baxdığınız üçün sizə də təşəkkürümüz var. Sağlıqla qalın.